Qarışqanın ruzisi Həmid Piriyev. Mənsur torpaqlı əllərini bir-birinə çırpıb ayağa durdu. Dizləri xırçıldadı ayağa duranda. Ayaqları biraz keymişdi. Gedib ləklərin yanında qoyduğu kətlin üstündə oturdu. Siqaret çıxarıb yandırdı. 2 həftə əvvəl səpdiyi keşnişin içinə alaq basmışdı. Səhərdən girmişdi istixanaya. Alaq təmizləyirdi. Arada bir dəfə çıxıb çay içmişdi. Günortaya az qalırdı indi. Birdən gözü qarışqaya sataşdı. İri qarışqa idi. Özündən neçə dəfə böyük çəyirtkə ayağını dalınca dartırdı. Yuvasını aparırdı yəqin. Mənsur qarışqanın çəyirtkə ayağını dartmağına baxa-baxa fikirləşdi ki, görəsən qarışqalar çəyirtkə ayağı yeyir? Dən yeyirlər, meyvə yeyirlər, şəkər yeyirlər. Bəs çəyirtkə ayağı? Lap çəyirtkə olmasın, başqa ölü böcək olsun. Yeyirlər görəsən. Dünyanın da qəribə zadları olur. Durub alağı yarım qalmış ləkin yanına getdi. Sönmüş siqareti alaq yığdığı vedrəyə atıb sallağa oturdu. Qalan alağı təmizləməyə başladı. Bilmədi nə qədər keçdi, qapıda dayanan maşın səsi eşitdi. Sonra maşının qapıları açılıb çırpıldı. Həyətin qapısı cırıldadı. Mənsur 2 daşın arasında fikirləşdi ki, ala qapının balaca gözü əməlli paslanıb, gərək vaxt eləyib yağlasın. Sonra həyətdən salamlaşma səsləri eşitdi. 1-2 dəqiqə sonra qardaşı oğlu Cəfər gəlib istixanadan içəri boylandı. Əmi, Stari əmqızıgil gəlib. Hə, gəlirəm. Durub əllərini çırpdı, istixanadan çıxıb qapını bağladı. Qonaqlar evə keçmişdilər artıq. Mənsur çarhovuzun kranını açıb əl-üzünü yudu. Otağına keçib qurulandı, şalvarını dəyişib çıxdı. Qardaşı oğlunun evinə girib qonaqlarla görüşdü. Əmsi qızı Starə idi, oğluydu, bir də gəlini idi gələn. Xoş gəlmisiniz. Mənsur dilağız elədi. Sonra Starənin xəstəhal üzünə baxdı. Otur ay əmi qızı, ayaq üstə dayanma. Starə şüşəbənddəki divana çökdü. Burada nöş oturdunuz? Cəfərin yoldaşı soruşdu. Zala keçin də. Bura yaxşıdır, Starə dedi. Siz keçin oturun. Biz Mənsurla burada söhbət eləyərik. Hə, siz keçin. Mənsur da onun sözünü təsdiqlədi. Keçin, keçin. Ay gəlin, bizim çayımızı elə burada verərsən. Cəfərlə yoldaşı qonaqları içəri ötürdü. Mənsur da Starə ilə üzbəüz stolda oturub ona baxdı. Yaman düşmüşdü Starə. Axırıncı dəfə Cəfərin toyunda görmüşdü onu. Amma onda yaxşı idi. Dolu qadın idi. Üstəlik ayaqları şişib kötük boyda olmuşdu. Ağır nəfəs alırdı. Uşağın şəhbə xeyrində gələ bilmədim, Starə dedi. Müalicə alırdım onda. İndi biraz babatam. Uşaq da evdə idi. Dedim gedək. Xəcalətli qalmayaq. 3 ay qabaq Cəfərin 2-ci qızı doğulmuşdu. Starə onu nəzərdə tuturdu. Ürəyinə görə müalicə alırdın? Mənsur soruşdu. Yox, bu dəfə ayaqlarıma görə. Tromb var. Dizimin qığırdağı da yeyilib. Doktor deyir gəl kəsim götürüm, dizinə də nəsə vurum. Dedi, nədir? Yadımda qalmadı. İstəmədim. İstəmirəm bədənimə bıçaq dəysin. Sən neynirsən? Necəsən? Mənəm də əlləşirəm. Yenə əkin biçin. Hə, yaş o yaş deyil, Mənsur. Bəsdir də. Otur pensiyanı ye. Nəyinə lazımdır bu yaşında? Nə qədər bekar oturmaq olar, Başımı qatıram da. Nə əkmisən? Keşniş səpmişəm. Elə səhərdən alağını təmizləyirdim. Yarım dəstə olub heyifdir. Allah xeyrini versin. Mənsur başı ilə razılıq elədi. Cəfərin yoldaşı qundaqdakı uşağı gətirdi. Yuxudan təzə durmuş körpə üz-gözünü büzüşdürür, gözlərini açıb yumurdu. Ay maşallah. Starə körpəni qucağına alıb baxdı. Allah saxlasın. Atalı analı böyüsün. Uşaq ağlamağa başlayanda anasına qaytardı. Apar sal yerinə. Soyuq olar. Gəlin uşağı götürüb içəri otağa keçdi. Mənsur 1-2 dəqiqə stolun üstünə, tavana, televizora baxdı. Bilmirdi nə desin. Deyəsən Starə də bilmirdi. Uşağın işi gücü yaxşıdır? Mənsur nəhayət soruşdu. Hə, elə əvvəlki yerindədir. Mənsur Starəyə baxa-baxa fikri uçub 54 il əvvələ qayıtdı. Starənin nəsə danışdığını,
Dodaqlarının tərpəndiyini görürdü, amma fikri həmin axşamdaydı. Əskər getməmişdən bir gün qabağın axşamında. Evdə yığıncaq vardı. Mənsuru yola salmağa yığışmışdılar. Evin böyük otağında süfrə açmışdılar. Mənsurun əmiləri, bibisi, xalaları hamı oradaydı. İndi onların əksəri ölmüşdü. Qızlar süfrəyə baxırdılar. Qablar boşaldıqca yeməkləri təzəliyirdilər. Birdən Mənsurun qulağı qonşu otaqdakı danışığı eşitmişdi. Əmisi arvadı qızına, Starəyə deyirdi ki, pomidor qurtarıb, get dər gətir. Mənsur ürəyi döyünə-döyünə durub həyətə çıxmışdı. Papiros yandırıb quyunun yanına keçmişdi. Bilirdi ki, Starə pomidorları burada yuyacaq. 3-4 dəqiqə sonra Starə gəlmişdi. Çuxurdakı pomidorları yumağa başlamışdı. Yuduğu pomidorları yenə çuxura yığıb evə getmək istəyəndə Mənsur onu saxlamışdı. Çoxdan da ürəyində gəzdirdiyi şeyi demək istəyirdi. Starə, bir dəqiqə dayan da. Starə dayanıb maraqlı ona baxmışdı. Mənsur bilməmişdi sözü necə başlasın. Elə qarasına demişdi. Starə, mən səni istəyirəm. Əskərlikdən qayıdım evlənək. Gözləyərsən? Starə əvvəl başa düşməmişdi Mənsur nə deyir. Sonra başa düşəndə təəccüblənmişdi. Mənsur, gecsən sən? Demişdi. Nəyi istəmək, nəyi evlənmək? Mənsurun sifətinin dəyişdiyini görəndə Starə də səsinin tonunu dəyişmişdi. Sən mənim qardaşımsan, çıxart bu gic-gic fikirləri başından. Sonra gülmüşdü. Get gəl, toyunu da eləyərik, toyunda da işləyərik. Sonra Mənsurun üzündən öpüb evə getmişdi. Mənsur indi həmin axşamı fikirləşəndə qeyri-ixtiyari əlini sağ yanağına, Starənin öpdüyü yerə apardı. Bir də ayıldı ki, Starə onu çağırır. Ay Mənsur, fikrin hardadır? Hə? Heç, bir şey yadıma düşmüşdü. Yaxşı ki, gəlin çay gətirib söhbəti böldü. Yoxsa Mənsur bilmirdi nə desin. Gəlin çayları qoyub çıxdı. İstəyirsən çayını verim orada iç. Yox, özüm gəlirəm. Starə birtəhər divandan durub stola yaxınlaşdı. Mənsurla üzbəyiz oturdu. 5-6 addımlıq yolu gəlmək də onun üçün əzab idi. Uşaqlar necədir? Starə soruşdu. Hansı uşaqlar? Mənsur əvvəl bilmədi Starə kimi soruşur. Səninkilər də? Hə, yaxşıdılar. Mənsur əskərlikdə olanda Starənin evləndiyini eşitmişdi. Onda fikirləşmişdi ki, daha kəndə qayıtmağın nə mənası? Əskərlikdən sonra sink zavodunda iş tapıb qalmışdı Rusiyada. İldə, 2 ildə bir dəfə gəlib kəndə dəyirdi. Sonra yenə qayıdırdı. Kənddə hamı elə bilirdi ki, Mənsur orada evlənib, oğul-uşaq sahibi olub. Bu şayənin kimin yaydığını bilmirdi, amma əslində Mənsurun özünə də sərf eləyirdi. Daha ona hər dəfə gələndə evlən demirdilər. Mənsur Sovet dağlanacan Rusiyada yaşamışdı. Sonra qayıtmışdı kəndə. Qayıdıb indi qardaşının yaşadığı ata həyətində bir otaq tikdirmişdi. Başlamışdı torpaqla əlləşməyə. İndiyəcən də bütün qohumlar elə bilirdi ki, Mənsurun Rusiyada uşaqları var. Danışıb eləyirsiniz? Starə soruşdu. Hə, arada zəng eləyirlər. Gəlib deyiblər heç sənə? Yox, onların burada nə işi? Kefləri kökdür maşallah. Arada deyirlər gəl yanımıza, getmirəm. Pul zat da göndərmək istəyirlər. Deyirəm lazım deyil. Neynirəm pulu? Yenə sustular. Nə danışsınlar? Çaylarını içib qutarandan sonra Starə oğlunu səslədi. Gəlin gedək. Sonra Mənsura baxdı. Gedək qəbr üstə də dəyək, sonra qayıdaq şəhərə. Ayaqlarım tutub yenə. Hamı bir yerdə həyətə çıxdılar. Starə Mənsurun qoluna girmişdi. Onlar cavanlardan biraz dalda gedirdilər. Ay Starə, Mənsur heç bilmədi necə dedi. Starə başını çevirib ona baxdı. Mənsur istədi desin ki, mən hələ də səni sevirəm Starə. 54 il qabaqki kimi, 54 ildir öpüşün yanağımı yandırır. Amma eyni anda da fikirləşdi ki, daha bunun nə mənası var? Amma Starəyə nəsə deməli idi. Onu çağırmışdısa, demək nəsə demək üçün çağırmışdı. Ağlına gələn birinci sualı verdi. Starə, bilmirsən qarışqalar çəyirtkə ayağı yeyir? Starə təəccüblə ona baxıb gülümsədi. Məni dolamısan? Yox, bayaq gördüm. Qarışqa çəyirtkə ayağı aparırdı. Dedim, bəlkə sən bilərsən. Starə yenə gülümsədi. Yox, əmi oğlu, bilmirəm. Bəlkə də yeyirlər, görməmişəm.
Mənsur idarənin maşına oturmağına kömək elədi. Maşın işə düşdü, dövrə vurub getməyə başladı. Mənsur maşının qırmızı işıqlarına baxa-baxa fikirləşdi ki, bəlkə də sevdiyinlə bir ömür bir yerdə yaşamaqdansa, onun sənin evində qocalmağını görməmək daha böyük xoşbəxtlikdir.